Kamera arxasında başlatdığımız mövzunu necə davam edək də, yəni Qənirə dedi ki, necə bilə bilərik ki biz ki, arxada olan söhbət, misal üçün bir klubda oturmuşuq, bir məclisdə və yaxud dostlarla, tanışlarla yığışmışıq, oturmuşuq. Bir şey baş verir, sanki 2 nəfər, 3 nəfər arasında söhbət gedir, amma mən nədənsə hiss edirəm ki, elə bil ki, zənn edirəm daha doğrusu ki, məndən sanki söhbət gedilir. Və bu tipdə insanlar məncə çoxdur. Məncə də çoxdur. Hansı öz üzərinə alınır ki, əslində bunun haqqında söhbət gedir. Hətta mən burada vurguladım ki, bu mənim köhnə versiyamdır. Mən də əvvəllər belə olmuşam. Hansı ki, heç mənə aidiyyət yoxdur. Bir nasıl pis olurdu. Deyirdim, ayda görürsən mən neynədim? Özümə o qədər günah. Burada rol oynayan digər bir məsələ də günahkarlıq hissi. İnsanların içində olan uşaqlıq travmasından gələn günahkarlıq hissi də böyük rol oynayır və sən hər situasiyada özünü günahkar sayırsan. Əslində sənin günahın deyil, məsələn, bu hadisənin belə olmaq. Mən də, məsələn, əvvəl var idi, aşırı dərəcədə günahkarlıq hissi olduğu üçün hər çöpü özümdən bilirdim. Hər şeyi özümdən bilirdim. Vay, Laləyə belə deməyim, vay, məsəl üçün, Qənirəyə belə deməyim. Ay, Qənirə ağladı, görəsən mənə görə oldu. Ay, Lalə belə dedik, əsəbləşdi, görəsən mənə görə oldu. Bu hamısı bizim travmalarımızın, belə deyəm, üzə çıxmasından irəli gedir deyə düşünürəm. Sisteminə, misal üçün, onun sisteminə baxaq necə qurulub, o sistem. Biraz da bir də ora baxaq, okey, bu travmadır, bununla razılaşıram. Sadəcə sistem necə qurulubdur, mənim travmamı mənə yaradan necə göstərə bilər ki, mənim travmam var. Əla, çox gözəl bir sistemdir. Necə qurulubdur, bunun açıqlamasını. Yəni ki, misal, belə bir problem baş verdisə, mən əgər üzərimə alınıramsa ki, kimsə mənə söhbət edir, halbuki o insanlar bəlkə də heç mən haqda ümumiyyətlə danışmırlar, yəni öz aralarında olan bir münasibətdən danışırlar və ya həqiqətən də mən haqda danışırlar, yəni nəsə bilgimi bilmək istəyir və s. Yəni əslində orada siqnal mənə gəlir ki, həmin anda mən hansı hissi duyğu içərisinə girmişəm. Misal üçün ki, mən burada artığam, mən burada bir probleməm, kiməsə yükəm və s. Təbii ki, bu mənə uşaqlığımdan xəbərdarlıq edir. Çünki uşaqlıqda illa ki, nəsə baş veribdir. Əks halda mən belə hiss etmərəm. Amma sistem də elə biri qurulub ki, yaradan bizə həmin insanlar, həmin dostlar və əhatə vasitəsindən, o hadisə vasitəsindən, sanki bir kukla teatrında oturmuş kimi mənə səhnə göstərirlər. Aha, 2 nəfər məndən, 3 nəfər məndən danışır və yaxud məndən ümumiyyətlə danışmırlar, amma mən üstümə alıram. Mən həmin anda öz içimə dönüb baxıram. Nəyə görə? Çünki sistem belə qurulub ki, o insanlar mənə bu travmanı oynasınlar canlı şəkildə ki, mən anlayım. Həmin anda hansı duyğudur, tutdum o duyğunu və izləməyə girim. Burada bir şey də vurgulayacağım, Lalə. İnsanlar elə düşünür ki, çoxu zaman hər kəs hər şeyi çöldə axtarır. Yəni, xaricdə axtarır. Ya, məsəl üçün, özünü sevməyən şəxs də gedir, müəyyən bir əməliyyatlar elətdirir, özünü gözəlləşdirir ki, bəlkə səvə görürsən ki, o da heç bir fayda vermir. İnsanlar daxilinə baxmaq əvəzinə daha çox çölə baxırlar. Bəli, elədir. Çünki bu məsuliyyəti başqalarına qoymaq kimi bir şeydir. Hətta bu aralar çox fikir vermişəm ki, bəzi insanlar danışırlar ki, hətta xarici səhifələrdə də eyni şəkildədir. Deyirlər ki, yox, bu elə demək deyil ki, hər şey bizdən asılıdır və s. Əslində kimsə pis də ola bilər. Bir moment mən də əslində danışırdım, yalan deməyəcəm. Yəni ki, sözün açığı bir dönəmdə mən çox yoruldum. Dedim, axı, nə qədər məlumatlardan çox yoruldum. Hələ bir şey deyir, hələ bir söz deyir və mənim beynim qarışmışdı ki, nə oldu, elə hamı bizə nə aynaladı, hamı bunu başa düşmürdüm əslində nə olan şeydir. Və bunu başqa yöndə çatdırmağa çalışırdım. Bu mənim illüziyalarım idi ki, təhliflərim və illüziyalarım idi təbii ki. Və indi başa düşürəm ki, əslində bizə nə demək istənilir burada? Məsəl üçün, mən əgər sənə baxıramsa, burada bir agresiya yaranırsa məndə sənə baxanda, bu mənim gizlətdiyim, üzə çıxarda bilmədiyim, rədd etdiyim bir kölgə tərəfimdir, hissəmdir ki, mən bunu rədd edirəm, amma səndə görürəm bunu və mən neynirəm? Qıcıq qapıram, əsəbləşirəm. Tutaq ki, mənim özgüvənsizliyim var, amma sənin özgüvənin var. Buna mən sənin özgüvənin mənə qıcıqlardır. Çünki özgüvənli olmaq sənə biraz yad ola bilər, sənin bastırılmış bir hissən ola bilər və bu şəkildə əslində biz məsuliyyət götürməliyik ki, qarşı tərəfdə heç bir problemi yoxdur. Problemin əslində heç məndə də yoxdur kökü. Daha doğrusu problem deyil o. O bir kökdür, hansına mən baxmalıyam və o hissimə yer verməliyəm. Şuuru, ali şuura keçid etmiş insanlar, işıqlanmış insanlar, ümumiyyətlə hansı insanlardır? Hamı deyir ki, qurusansa sən mələk kimi olmalısan, sən səhv edə bilməzsən. Bu artıq yanlış bilgidir, bu ümumiyyətlə illüziyadır. Həmin insan hansı insanlardır? Bütün hissələrinə, işığına da, kölgəsinə də, aqressiyasına da, xoş üzünə də yer verən insanlardır. Hansı ki, heç bir tərəfini çölə vurmur. Bir ara, burada onu da vurgulayacağım, spiritualları bir ara hamı belə gözündə böyütmüşdü. Sanki spiritualsan, hətta mənə belə bir pasiyentlərimdən biri mənə qalib demişdi ki, Şəfa xanım, sizin də probleminiz var ki, bəyən, siz də özünüzə seans edirsiniz. Dünün bir salam əleykum. Çox maraqlıdır. Nə əlaqəsi var? Çox maraqlıdır. İllər əvvəl olmuşdum, insan deyiləm mən. Dedim, başa düşmədim, mən insan deyiləm. Əlbəttə ki, mən dedim, bəs mən bu terapiyaları necə əldə eləmişəm? Təbii ki, üzərimdə işləyə faydasına görə, daim üzərimdə çalışa, mən artıq faydasını görmüşəm və öyrənib insanlara tətbiq etməyə başlamışam. Çünki mən inanmadığım bir şey necə insana deyim ki, bu sənə fayda verəcək. Yəni, bəzən bunu təhrifə uğradaraq insanlara bu şəkildə çatdırırlar ki,
toksik pozitivliyi biraz da irəli sürdürər ki, daim pozitiv olmalısan, daim Ki, gülməlisən. o elə bir şey yoxdur. Çünki həyat nəfs kimidir. Aşağı yuxarı gedir. Mən bir-birini söyləyim, olmaya bilər, bu da normaldır. Bəli, bu Baxmayaraq ki, normaldır. misal üçün mənim tutalım ki, ali bilicə keşif etmiş bir insan ola bilərəm. Mən istədiyim olmaya bilər və bu mənim üçün normaldır. Biz insan olaraq yaradılmışıq, bizim emosiyalar, əgər bizdə emosiyalar varsa, deməli ki, bütün bu emosiyaları yaşamağımıza da icazəmiz var. Hətta bir dənə də belə bir təcrübə olmuşdu. Bir xanım gəldi, mən pozitivəm, mən pozitivəm. Elə yəni ki, gülür. Deyir ki, bu pozitivdir. Seans elədik, başladı hönkür-hönkür ağlamağa. Dedim, mən pozitivdim. Nə olub? Heç vaxtımızdan pozitiv deyil və yaxud da ki, negativ deyil. O qədər insanlara bunu aşılamışlar ki, insanlar yalandan maska geyinmişdi. Pozitiv, mən ağlaya bilmərəm. Yox, mən qışqıra bilmərəm. Yox, mən bunu eləyə bilmərəm. Xeyr, biz hər bir şey edə bilərik. Ağlaya da bilərik yeri gələndə, qışqıra da bilərik. İşığa çünki keçid yalnız kölgədəndir. Mən kölgə hisslərini qəbul etməliyəm. Mən necə deyim, heç vaxt baxmaq istəmədiyim bir versiyanda olmalıyam, onu tanımalıyam, hiss etməliyəm, həmin üzümlə biraz yaşamalıyam. Oradan yalnız mən keçid edib işığa çıxa bilərəm, əksi halda onsuz da çıxa bilməyəcəm işığa. Çünki mən xatırlayıram ki, çox uçduğumuz dönəmlərdə o dalğalarımızı yuxarı, nə bilim, qaldırım və s. orada çox uçmuşduq və həmin dönəmlərdə nə baş vermişdi? Mən sadəcə yer kürəsindən qopuqluq yaşayırdım. Yəni ki, reallığı və insanları olduğu kimi qəbul etmirdim. Bu da bərabərdir, özümü olduğum kimi qəbul etmirdim. Bu da bərabərdir, eyni zaman anamı, atamı qəbul etməmək. Bunların hamısı da bərabərdir, birbaşa yaradanı, qaynağı qəbul etməmək. Bəli, çünki qaynağın yaratdığı dual sistem var. Elə bir ki, mən deyirəm ki, yox, mən yalnız sən işığı qəbul edirəm. Kölgə, bay-bay, mən istəmirəm, elə bir şey yoxdur həqiqətən. Və çox yadımdadır ki, həmin dövrdə mən bunu dərk eləyə də dərim. Çox məyus olmuşdum. Bilmirəm, xatırlayırsan o dönəmlərə yox. Çox məyus olmuşdum həqiqətən və ondan sonra da həmin versiyama düşdüm, aşağı getdim. Çünki bunu rus səhifələrindən izləyəndə başa düşdüm ki, yalnız aşağı gedərək işığa doğru çıxmaq olar və mən həmin dəfədə həqiqətən də aşağı hissələrimə düşdüm. Və onu bilirəm ki, elə bil ki, köhnə versiyama qayıtmış oldum. Akazivəcə mən o qədər yeri gəlsə, hətta 2 il vaxt keçmişdi də üstündən, mən 2 il ərzində uçanlardan olmuşam. Xatırlayıram, siz uçurdunuz, bayağı uçurdunuz. 2 il ərzində mən başa düşdüm ki, mən bir yol qət etməmişəm əslində. Qət etdim, zənn etmişəm. Sonra baxdım ki, yox, qət yerində bir şey deyilmiş. Qayıtdım yenə də köhnə versiyama ki, o dəfədə başqa xanımlar da ona şahidlik elədilər. Və demək olar ki, ən aqressiv üzümlə rastlaşdım. Ən aqressiv, kinli, nifrətli, qəzəbli hissəmlə biraz rastlaşdım, onunla bir yaşadım, onu çox sevdim bir müddət sonra. Baxdım ki, o mənim gücümüymüş. Çünki həmin ərəfədən mən başladım pul qazanmağa. Həmin ərəfədən başladı pul qazancı gəlməyə mənə və o zaman anladım ki, kölgədə böyük bir güc yatır. Məncə burada belə bir şey gəldi mənim ağlıma ki, deyirsən ki, kölgədə böyük güc yatır da. Məsələn, Allah bizə bir enerji verir də. O enerjini doğru şəkildə istifadə etməyəndə zaten bir aqressiyaya çevrilir. Bəli, 100% elədir. Çünki mən hələ çox aqressiv edirəm. Yəni o enerji potensialı %100 istifadə etmirdim. Eynən, yəni onu demək istəyirəm ki, yəni potensialımızı biz istifadə etməyəndə o bizdə aqressiya, ya pasiv aqressiyaya çevrilir, ya da aktiv aqressiyaya çevirir. Biz insanlarda yığılır qalır. Ona görə bəzən deyirlər idmanla məşğul ol. Çünki niyə görə bədəni aqressiyanı çıxartmaq üçün idman bədəni hərəkətə gətirmək lazımdır ki, ən azından o enerji müəyyən yerə sərf eləmiş olasan deyə. Bəli, əks halda insan psixologiyası dağılıcı bir varianta keçir və öz həyatını məhv etməyə çalışır. Minimum məhv etməsə də insanları yönəldirlər sportla məşğul olmağa və idmanla. İlk başda verilən bir sualımız vardı. Biraz söhbətimiz uzandı, daha başqa mövzulara keçid etdik. Amma əsas mövzumuz qaldı bu izləmə. İzləməni daha açıqlaya bilərsən, yəni insanlar necə özlərində işləsinlər? Necə bu izləməni daha açıq necə izah edə bilərik insanlara? İzləmə elə bir pozisiyadır ki, insan ən asan yolla əslində özünə yardım edir bu şəkildə. Burada sadəcə bizdə nə tələb olunur? Şuurluq. Misal üçün, mən hər gün kravatımdan duranda, yatağımdan duranda, əgər aqressiv şəkildə dururamsa, hər gün və buna alışmışamsa, bu artıq mənim normamdır, belə durmaq. Amma bir gün, misal üçün, pozitiv dururam, bir gün aqressiv dururamsa, deməli, mənim içimdə bir sual yaranmalıdır ki, niyə bir gün belə, niyə bir gün özümü başqa cür hiss edirəm? Həmin anda insan özünü izləməyə keçir, əslində izləmən budur. Niyə? Alt səviyyəni axtarmağa başlayır. Və bu şəkildə yalnız baxa bilər. Misal üçün, bir səhər mən duranda aqressivəm, pozitiv fikirləşmək, pozitiv, laf yaxşı, pozitivsən. Aqressiv gün durmusansa, həmin anda aqressiyanı sadəcə köklənirsən öz bədənində axtarmağa ki, gözünü bağlayırsan və deyirsən ki, hal-hazırda aqressiya mənim hansı bədən bölgəmdədir? İcazə versən öz əlinə, öz əlin onsuz da oturacaq həmin yerə sənə göstərəcək. Çünki insanın zihni mükəmməl şəkildə insanı aldada bilir. Biz onu bilirik, mükəmməl şəkildə aldatmasını. Amma bədəndə yalan funksiyası ümumiyyətlə yoxdur. Olmadığı üçün mən soruşanda ki, özümdən, bədənimdən
soruşanda ki, aqressiya hal-hazırda mənim hansı bədənimin hansı bölgəsindədir? Həmin anda hiss etsəm ki, o hardadır? Misal üçün burdadır, böyrək hissədədir, misal baxıb mədə hissədədir. Mən həmin anda sadəcə nə edirəm? Diqqətimlə həmin bölgəyə gəlirəm. Hal-hazırda misal üçün mənim diqqətim harda gəzir? Məsələn, mən diqqətimi izləyə bilirəm. Və burada mənim diqqətim bu dəqiqə gəzir. Çıxarsam indi onu orqanlarıma gətirsəm, gətirə bilirəm. Şöyle gətirdim, bura qoydum. Mən onu gözü açıq da eləyə bilərəm, gözü bağlı da eləyə bilərəm. Tövsiyə edirəm ilk dəfədən gözü bağlı eləmək. Diqqəti necə? Yəni mən hansı diqqəti ora gətirim? Hal-hazırda, misal üçün, biz televizora baxaraq diqqətimiz televizorda olur. Bu elementar bir şeydir. Uşaqda diqqətimiz olur, həyat yoldaşımızda diqqətimiz olur. Və yaxud bir dava olur, diqqətimiz gedir həmin davaya. Həmin o diqqəti, ilk növbədə belə bir cümlə istifadə edə bilərlər. Diqqətimi bütün proseslərdən və insanlardan geri çəkirəm. Amma ondan sonra bədənində başlayırsam axtarmağa ki, misal üçün, mən bir aydır bir pozitiv, bir aqressiv dururam. O ki, aqressiya hardan gəlir? Qaynağı bunun harada? O axı çöldə deyil, o bizim bədənimizin içində yatır. Və tapıram həmin o bölgəni, əlimlə özümə yardım edə bilərəm. Misal tutalım ki, ürək hissədədir, əlimlə özümə yardım da edə bilərəm. Qalıram burada gözü bağlı, diqqətimi gətirdim bütün proseslərdən və insanlardan geri çəkdim, özümə gətirdim və gedirəm həmin bölgədə əlimin altında dururam. Gözü bağlı misal üçün. Və qalıram orada. Hiss edirəm onu. Bəzən insanları vahimə götürə bilir o aqressiyaya görə. Buna görə narahat olmağa dəyməz. Çünki bu bir tokdur. Əslində bədəndə gəzən bir tokdur. Aqressiv bir tokdur. Və sadəcə orada qalaraq biz onu əridə bilirik. Qalırıq orada ta ki o bizi buraxana qədər. Tamamilə onun yox olduğunu hiss edirik və salam. Bununla da bitdi bizim praktikamız. Çox möhtəşəm bir hissdir. Bunu da mən praktika edirəm tez-tez. Səhər duranda elə dediyim kimi görürəm ki, yox, məndə nəsə belə bir şeylər var da. Dərhal o izləməni edirəm. Sadəcə biz burada insanlara çatdırmaq istədik ki, necə eləmək lazımdır. Bu sualım var. Bu izləmə ilə bağlı. İzləmə deyəndə diqqətini gətirmək bunu belə özündə də 30 dəqiqəsində. Bir var məsələn, mən gözümü yumuram, özümün qarşımda görürəm və orada hər hansıda bir yeri dediyim kimi hiss edirəm, onu istəyirəm. Bir də var ki, mən gözümü yumuram, elə burada gedirəm içərdən hansı izləyirəm. Bəli, o şəkildə olur. Bəli. Öz bədənində burada. Özünü təsəvvür edəmsən. Təsəvvür edib orada görür, bura gedirəm. Yox. Gözümü bir iki çevrə içərdən açılır, kamera dönür, içərdən baxır. Bəli, özünə geri dönüş onsuz da budur əslində. Bir müddət sonra insanlar bu praktikaları, bütün duyğularını gözdən keçirsələr ki, əslində bir çox insanda heç duyğularım, mən bəzən soruşuram, valideynimdən belə soruşuram, valideynim deyir ki, yaxşıyam, normalam, və salam. İki dənə sanki duyğu bilinir, yaxşıyam, normalam və yaxud pisəm, pis yox. Amma elə bir şey deyil axı, duyğuların növləri, çeşidləri var. Bunların hamısının, bəli, hamısının adları var. O adları bilmək lazımdır sadəcə ki, həqiqətdə sən özünü necə hiss edirsən. Biz misal üçün diapazonu da ölçürük, enerjinin diapazonunu ölçürük, bədən hansı diapazonla nəfəs alır, onu da ölçə bilirik. Bu isə avtomatik bizdə baş verir. Nə üçün? Çünki artıq o qədər bədənimizlə o inkişaf eləmişik ki, izləməyə almışıq, o həmin o negativ mənbələrə, duyğulara, emosiyalara gedib girmişik, baxmışıq, onu dağıtmışıq blok şəklində oradan ki, o zaman biz daha rahat özümüzü algılayırıq. Eyni zamanda bizim üçüncü gözümüz bir müddət sonra tamamilə təmizlənir, tamamilə deməyim, bir 50%, 60-70% təmizlənir və artıq bir hadisəni olduğu kimi görməyə başlayırıq. Kimsə gəlib mənə misal deyəndə ki, mənim həyat yoldaşım belə adamdır, elə adamdır, mən əslində onu tamamilə bu söhbətin arxasında olan, arxa planında olan həqiqəti görməyə başlayıram. Burada çox qəşəng yerə vurğuladım. Üçüncü göz. Çoxu belə bir illüziyaya qapılıb ki, kimin üçüncü gözü açıqdırsa, bu hansı bir varlığı nəysə görəcək. Çox təəssüf ki, ancaq elə algılayırlar. Yəni, üçüncü gözü bu cür algılayırlar. Əslində, üçüncü gözün təmizlənməsi, üçüncü gözün şəfalanması həqiqəti görə bilməkdir. Yəni, hadisənin arxasındakı hadisəni görə bilməkdir. Mən həmişə bunu belə algılayıram ki, rozvaçkın çıxarılması deməkdir, üçüncü gözdə olan. Daxil edəmək istəyirəm, yəni arası sözünü qüvvət etmək istəyirəm ki, həqiqəti görmək deyəndə biz bir tələbdə olmuşduq, orada göstərir ki, əslində reallıq belədir, amma sənin zihnin onu təklifə uğradır, sən filan şeylər görürsən də. Bu, üçüncü gözün aktiv işləməsi, daha da belə billurlaşması deyək də, bu gerçəkliyə daha yaxın formada versə də görmək. Bəli. Belə deyim də. Amma gerçəyi görmək deyil tam. Gerçəkliyə daha yaxın. Daha yaxın. Mən həqiqətə yaxın belə izah edeyim. Mənə elə gəlir ki, mənim dərk etməmə görə hal-hazırda o bilgi gəldi. Belə bir şey deyim də, tutaq ki, bir hadisə baş verir. Hətta bunu bir kitabda da oxumuşdum. Tutaq ki, bayaq vurğuladı ki, o yoldaşının məsələn hadisəsini. Yoldaşı işdən gec gəlir. Bir insan, bir qadın bunu, yoldaşı ona xəyanət edər deyə düşünə bilər. Algısı, yəni travmaları ona əsasən gətirir, bu fikrə gətirir. Biri də ki, başına bir hadisə gəldi və yaxud da işdə gecikdi, işi uzandı deyə gec gələ bilir. Bunu mən prosta xırda detallarla izah etmək istəyirəm ki, hər kəs bunu başa düşsün. Yəni, o üçüncü gözün açıqlaması da odur ki, sən hadisənin reallığını, travmalar deyil, təhriflərə uğramış deyil də, daha bir gerçək versiyada görə bilməkdir. Məncə bunu doğru vurğuladım. Doğru, müəyyən şəkildə elədi. Çünki
adi həyat sürən insanlar, yəni adi həyat dediyim, yəni terapiyada olmayanlar nəzərdə tuturam. Onlar hadisəni heç vaxt bilə bilməzlər ki, nə həqiqətdir və nə həqiqət deyil. Əgər travma ilə çalışmırsa, əgər qəlbini açmırsa yaradana, həqiqətə, sevgiyə, mərhəmətə, o bilə bilməz ki, həqiqətdə nə baş verir. Yalnız elə bir həddə insan gəlir ki, qəlb gözü bir müddət sonra açılır. O zaman insan artıq insanları bir başqa varoluş olaraq deyil, bir bütün özünü hiss edir. Yəni ki, hadisənin hekayə şəklində, öz beyninin illüziyası hekayəsi şəklində deyil. Artıq görə bilir ki, məsəl üçün Qədərə bu gün niyə bu cür davrandı və yaxud da ki, Şəhla bu gün burada niyə bu cür davrandı? Bəlkə o davranış şəklini görə bilir. Əgər mən məsuliyyəti götürərəmsə üstümə, sual vermək istəyirəm, bu üçüncü gözdən bağlı, mən sizə bir sualım var. Sizi suallarla, çünki bugün operator mənəm, sizə suallar verir. Buyur, eşidirik. Bu üçüncü gözün açılması ilə bağlı, çünki hepiniz insan o yerdəki bilir. Bunu bilməkdən mənə maraqlı ki, bilirəm deyənin gözü, baxışı, yəni o həqiqətə daha yaxın forma, gerçəkliyi, yəni reallığı, özünü, həm reallığın həqiqiliyinə daha yaxın görməsi yaxşı olur. Yoxsa hər zaman görəsən bunun ardında nə var deyə sual verib o bir növbədə suallarda eşələnmək deyində, yəni sualda qalan adamı, bunda daha tezmi olur bu proses. Mənə maraqlıdır məsələn. Həqiqətə gəlmə yolundan, etapından söhbət gedirsə, bir hadisəni daha dəqiq bilmək üçün. Məsələsi ki, daha şəffaf, daha net görə bilir. Üçüncü göz əslində özlüyündən ayrı bir şəkildə açılmır. Əgər mən suallar içinə girirəmsə, dərindən bir sualın cavabını axtarıramsa, mütləq şəkildə mənim həm qəlb gözüm, həm üçüncü gözüm bir müddət sonra balanslaşırlar. Nəyə görə? Çünki mən həqiqətin arxasınca gedirəm və məni heç bir məlumat qane etmirsə, mən mütləq o aşamaya girirəm ki, yoğun bir sorğu-suala girirəm və mənim ətrafım, sosial şəbəkə, anam, atam dediyi hər şeyi sual altına qoyuram. Dediyi hər şeyi, bugünə kimi öyrəndiyim hər şeyi mən sual altına qoyuram. Mənim şəxsən hadisəm belə idi və ali bir keçib etmiş insanların da hadisələrinə, həyat hekayənin qulaq asanda hamısı eyni şeyi danışdılar ki, çox dərin bir sorğu-suala giriblər. Bugünə kimi yaşadıqları təcrübəni, aldıqları bilikləri, master zənn etdikləri quruları, hamısının bilgisini sual altına qoyublar. Bu şəkildə təslim olublar. Çünki təslim olmuşuq ki, mən əgər bugün xoşbəxt deyiləmsə, huzurlu deyiləmsə, deməli mənim bildiyim heç bir şey yoxdur. Əslində Sokratın dediyi kimi oldu bütün hadisə. Necə ki, deyilib bir məşhur cümləsi, mən onda bilirəm ki, mən heç bir şey bilmirəm və mən də yaşadıqlarımın qənaətində ola gəldim ki, mən heç bir şey bilmirəm və bu şəkildə təslim ancaq oldu. Bəli, əslində bilmək deyil də, heç nə bilməməkdir zaten təslimiyyətdə olanda anlayırsan ki, heç nə bilmirsən. Və sonda onu da qeyd edeyim ki, əgər söhbətimiz sizə də maraqlıdırsa, səhifəni izləməyə alın, fikirlərinizi bizimlə paylaşın və bildirimlərinizi açın ki, gələn videolarımızı da izləyə biləsiniz deyə. Hələlik.